Bugün işğaldan azad olan ərazilərdə də son zəng çalınıb. Əməkdaşlarımız Şuşa və Xankəndidə 11-cilərin həyəcanına şərik olublar. İzləyək. Sonuncu dəfə Şuşada 1991-ci ildə son zəng çalınmışdı. 34 il sonra bu səs yenidən eşidildi. Şuşada keçirilən son zəng tədbirində çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Sonra məzunlara atestatlar təqdim olunub. Bugün üçün çox hazırlaşmışıq, bugün üçün həyəcanlıyıq. Həmin anlarımız qürur verici və sevinclidir. Bugün 8 şagirdimiz məzun olur. İnanırıq ki, həmin məzunlarımız daha yüksək nəticələrlə universitetə qəbul olacaqlar. Qeyd edək ki, 2024-2025-ci tədris ilində Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 200-ə yaxın şagird təhsil alıb və onlardan 8 nəfəri məzundur. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə də illər sonra son zəng tədbiri keçirilib. Qeyd edək ki, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub. Emin Babayev, Diana Cəlali, Space Xəbər, Şuşa, Xankəndi.